Salamlar. Bugün sizə Azərbaycan Xalq Cümhuriyyətində ən çox qarşıdırılan bir məqamı izah etmək istəyirəm. Gəlin baxaq. Bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət iki qrupa bölünürdü. İcra edici hakimiyyət, qanunverici hakimiyyət. İcra edici səlahiyyətləri daşıyan 5 hökumət olmuşdu. Sonuncu hökumət isə öz fəaliyyətini dayandırmışdı 30 mart 1920-ci il. Qanunverici olaraq isə Milli Şura olmuşdu, ikinci hökumət Milli Şura, ən sonunda yenə də parlament olmuşdu. İcra edici odur ki, verilən vəzifələri icra edən, qanunverici isə qanunları təsdiq edən orqan idi. Yəni, birinci hökumətin yaradılması üçün Milli Şura onu təsdiq etməlidir ki, birinci hökumət artıq fəaliyyətə başlasın. Bildiyimiz kimi Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bir gün əvvəl yaranmışdı. Yəni 27 may 1918-ci ildə yaranmışdı və o birinci hökuməti təsdiq edir və birinci hökumət 28 may 1918-ci ildən fəaliyyətə başlayır. Yəni AXC-nin yaranması günündə fəaliyyətə başlayır. Birinci hökumət 17 iyuna qədər fəaliyyət göstərmişdi. 17 iyun tarixində həm də Milli Şura özünü buraxır. Milli Şura və birinci hökumət eyni gündə öz fəaliyyətini saxlayırlar. 17 iyun 1918-ci ildə. Milli Şura deyir ki, mən öz fəaliyyətimi saxlayıram və öz səlahiyyətlərimi verirəm ikinci hökumətə. Bu nə deməkdir? Yəni ikinci hökumət digər hökumətlərdən fərqli olaraq həm icra edici vəzifəni daşıyıb, həm də qanunverici vəzifəni daşıyıb Milli Şuradan sonra, ta ki 16 noyabr 1918-ci ilə qədər bu vəzifəni daşımışdı. 16 noyabr 1918-ci ildə yenidən Milli Şura öz hakimiyyətini bərpa edərək yenə də qanunverici səlahiyyətləri daşımağa başlayır. 7 dekabr parlament yaranması ilə artıq Milli Şura öz fəaliyyətini ikinci dəfə dayandırır. Deməli, birinci Milli Şuranın hakimiyyət dövrü 27 maydan 17 iyun 1918-ci ilə qədərdir. İkinci Milli Şuranın isə hakimiyyəti 16 noyabrdan 7 dekabr 1918-ci ilə qədərdir. 7 dekabrdan sonra isə artıq parlament fəaliyyət göstərmişdi. Və deməli, belə baxsaq görərik ki, üçüncü hökumət 26 dekabr yaranmışdı. 26 dekabr 1918-ci ildə yaranmışdı. 26 dekabrdan 14 aprelə qədər mövcud olmuşdu. 14 apreldən 22 dekabr belə yazaq, bunu silək. 14 dekabr fəaliyyətə başlamışdı. 1919-cu il. 5-ci hökumət isə fəaliyyətə başlamışdı 22 dekabrdan 14 apreldən 22 dekabr 1919-cu ildən 30 mart 1920-ci ilə qədər 6-cı hökumət yarana bilməmişdi. Yəni sonuncu hökumətimiz olmuşdu 5-ci hökumət. Belə. Və birinci hökuməti təsdiq edən orqan olmuşdu Milli Şura. İkinci hökuməti təsdiq edən orqan olmamışdı, çünki artıq onda Milli Şura öz fəaliyyətini dayandırmışdı. İkinci hökumət həm də qanunverici səlahiyyəti öz üzərinə almışdı. Üçüncü hökuməti təsdiq edən orqan gördüyümüz kimi 7 dekabr fəaliyyətə başlamış parlamentdir ki, o təsdiq etmişdi. Üçüncü hökuməti. Dördüncü hökuməti də parlament təsdiq etmişdi. Beşinci hökuməti də parlament təsdiq etmişdi. Birinci və ikinci hökumətin başçısı olmuşdu Fətəli xan Xoyski. Üçüncü hökumətin də başçısı Fətəli xan Xoyski olmuşdu. Dördüncü və beşinci hökumətin başçısı isə olmuşdu Nəsib bəy Yusifbəyli. Bu qədər. Bəyəndinizsə səhifəmizi izləyib bəyənməyi unutmayın. Sağ olun.